Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərini 20 ildən 27 yıla doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar ən çox da qadınlar bu həftə parıldayacaqsınız. Balıq qadınlar bu həftə imperatriç olacaq. Güclənmə, ruzu bərəkət, şans, idarə. Məncə bu həftə bütün balıq, xərçəng, əqrəb bürcləri üçün, bu su ünsürləri üçün gözəl həftə olacaq. Ən çox da balıqlar ailəvizlə, özünüzlə, yer dəyişməvizlə, evinizlə, yolunuzla qədər nə qərara verirsinizsə, bütün qərarlar sizin xeyrinizə olacaq və özünüzü şans olaraq, qadın olaraq, kişi olaraq aktivləşdirəcəksiniz. Ailə ilə kontaktınızı bacardığınız qədər bu həftə mükəmməl edin. Çünki o qədər gözəl enerjilər əldə edəcəksiniz. O qədər şans olaraq özünüzü qabağa çəkə biləcəksiniz ki, ətrafınızda olan insanlar hamısı sizin dəyər olaraq, qadın olaraq, kişi olaraq belə deyim, daha üst səviyyəyə salacaq, sizi aktivləşdirməyə çalışacaqlar. Çox gözəl həftədir. Bəli, mənim xoşuma gəlir. Bu həftə imtahanlarla əlaqədar, burada bu həftə hobbiləriniz üzərində nə pul qazanmaq istəyirsə, hamısını əldə edə bilərsiniz. Səyahətə getmək istəyirsə, balıqlar səyahətiniz uğurlu ola bilər və yaxud da yer dəyişmə etmək istəyirsə, mülki olaraq, yeri olaraq çox uğurlu bir məqamda olacaqsınız və bu yolla əlaqədar, transportla əlaqədar nə işləriniz varsa, hamısını aktivləşdirəcəksiniz və ən çox da balıq qadınları öndə olacaqsınız da, yəni şans sizin yanınızdadır balıqlar. Bu həftə sizin üçün 92%-ə qədər həftəniz uğurludur. Məncə çox uğurlu olacaq balıq və yüksələn balıqlara aid. Xərçənglər isə bu həftə gizlənpac oynayacaq. Çünki Merkurun retrosu bitir və ən çox da xərçəng və əqrəblərə təsir elədiyi üçün keçmişdən gələn yarımçıqlar biraz sizi incidəcək. Keçmişdən gələn yarımçıqlarla əlaqədar dəngəsizlikdə olacaqsınız. Tam öz istədiyiniz şəkildə aktivləşdirə bilməyirsiniz. Amma pis həftə deyil. Sadəcə həftənin sonlarına doğru cümə gündən başlayaraq pul maddiyatınızı daha çox israf edəcəksiniz. Pul olaraq, maddiyat olaraq özünüzü stabilləşdirməyiniz, pul maddiyat olaraq özünüzü qabağa çəkməyinizdə ciddi bir problemlər yaranacaq ki, dəngəsizlik həddən artıq çox olacaq və istədiyiniz gedişatı tam güclü bir şəkildə əldə edə bilməyəcəksiniz. Onunla əlaqədar olaraq keçmişdən gələcəyə doğru özünüzü aktivləşdirməyə başlayacaqsınız və maddisal sferamızda da dəyişikliklər etməyə özünüzdə gücləndirəcəksiniz. Ümid dəyərləndirsə pis həftə deyil. Bəli, gizli qalmış qapılar açılacaq, çoxdandır görmək istədiyiniz işləri görmək istəyəcəksiniz. Ətrafınızda olan insanların yalanını, xəyanətin üstünü açmağa çalışacaqsınız və belə deyim də özgüvəninizi danışıq olaraq, diksiya olaraq gücləndirəcəksiniz. Bu həftə mənə elə gəlir ki, su ünsürlərin qadınlar daha uğurlu, şanslı bir vəziyyətdəsiniz. Çünki günəş sizin yanınızdadır və şarınızı özünüzü aktivləşdirəcək. Hamiləlik övladla bağlı xərçəng bürcü problemləriniz varsa, nəfəs yolunda, jenskidə onların üzərinə düşərək müalicənizi gücləndirib pozitiv tərəfə doğru apara bilərsiniz. 88%-ə qədər, 87% də ola bilər, uğurlu şansdasınız. Və bu həftənin ən uğurlu, ən çox da maddisal tərəfdən uğurları əqrəblər sizlərsiniz. Pul olaraq, maddiyat olaraq xüsusi bir şans gəlir. Özünüzü tam aktivləşdirə bilərsiniz. Maddisal sfera baxımından yeni bir məqamda olacaqsınız. Bəli, dövlətlə, rəsmiyyətlə əlaqədar nə işləriniz varsa, hamısını əldə edəcəksiniz. Pulla bağlı narazıçılıqlarınız varsa, onların hamısını stabilləşdirib özünüzü yeni etapda aparacaqsınız. Bu həftə əqrəblər nə edirsiniz? Nəyə yarımçıq qoymusunuzsa, münasibət olaraq, ailə olaraq, iş olaraq hamısını tamamlayacaq. Çünki zaman sizə o qədər şans yaradacaq. Yəni sənlə zamana doğru zəif şəkildə irəliləyir, amma bütün qapıları sənə doğru açıran formasında gücləndirəcək enerjilərinizi və tam stabil şəkildə şəxsiyyət olaraq, iş maddiyat olaraq aktivləşəcəksiniz. Su ilə, dənizlə əlaqədar çox enerjilərinizi aktivləşdirin. Çünki auranızı təmizləmə ən gözəl şəkildə bu dəqiqə torpaq və su vasitəsilədir. Bunu da bacaracaqsınız. Məni narahat eləmir. Bu həftə yeni tanışlığınız ola bilər, özdə eqoist güclü olan insanlar qarşınıza çıxa bilər və bu insanlardan ədalətli formada gələcəyə doğru əqrəblər istifadə edə bilərsiniz. 86%-ə qədər uğurlusunuz. Ən çox da maddisal tərəfdən beyninizi və məntiqinizi işə salın əqrəblər.